35 il bundan önce, bax elə bugünkü gün, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə mən də qatıldım. Qəhrəman döyüşçilərimizin döyüş yolundan yazmaq üçün, çəkiliş etmək üçün. Döyüşlərin birində, Füzuli döyüşlərində döyüş gedə-gedə onlara belə bir sual verdim. Kimin nə sözü var? Kim nə deyə bilər? Döyüşçilərimiz arasından biri irəli yeridi. Qətiyyətlə, cəsarətlə, inamla danışmağa başladı. Bu dəfə zəfər, bu dəfə qələbə olacaq. Mən bir gün sonra öz səhifəmdə, öz saytımda, öz səhifələrimdə paylaşım elədim. Bir çox qəzetlər və saytlar da paylaşım elədi bundan istifadə edərək. Amma mən yorumlarda baxarkən orada Allah rəhmət eləsin yazılırdı. Və mən çox çaşıb qaldım. Bu necə ola bilər? Dünənləri mən orada olmuşam. Dünən mən çəkiliş eləmişəm. Onun döyüş dostları ilə əlaqə saxladım. Döyüş dostları, vazifələrimiz təsdiq etdilər ki, bəli, şəhid oldum. Elə siz onunla çəkiliş edib, maşına minib geri dönərkən 4-5 dəqiqə içində şəhid oldum. Mənim qəhrəmanım, Səməndər İmanov, ruhun şad olsun. Mən kədərlə onun döyüş dostlarına söylədim ki, son sözünü mənə demişdi. Bu dəfə qələbə, bu dəfə zəfər olacaq. Bəs ən son sözü nə oldu? Silah əlində, silahı buraxmadı bir yerdə uzanırkən, düşmənin vurduğu, yəni güllədən həyəcanlanıram, yəni danışa bilmirəm. O günləri xatırlayıram. Sadəcə komandir, vətən sağ olsun, yaşamaq gözəldir, dedilər. Ruhun qarşısında baş əyilən mənim qəhrəmanım. Mən heç ağlıma gələr miydi ki, heç düşünər miydim ki, bir gündə gələcək, sənin məzarın önündə beləcə söhbət edəcəm, o günləri xatırlayacaq. Ruhun şad olsun, ruhun qarşısında baş əyilən vətən sağ olsun.